Birinci plenar iclasda sual qalxmışdı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əhliləri üçün mənzil və yaxud fərdi evlərin inşasından maraqlı deyil. Bu belə deyil. Gündəm xəbər Müsavat.com-a istinadən məlumat verir ki, bunu Milli Məclisin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev deyib. O qeyd edib ki, şəhid ailələrinin və müharibə əhlilərinin mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün 2 proqram icra edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqramları icra etmək üçün kifayət qədər vəsaitə malikdir. Proqramlar dayandırılmayıb və davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir və bu məqsədlə müvafiq trendləri elan edir. Ümumilikdə bu proqram çərçivəsində 15700 mənzil və fərdi evlərin verilməsi təmin edilib. 2018-2025-ci illərdən bu kateqoriyadan olan şəxslərə 10.000 mənzil və fərdi evlərin verilməsini təmin eləmişik. Post müharibə dövründə 6900 mənzil verilməsini təmin eləmişik. Cari ildə isə bu məqsədlər üçün 400-ə yaxın mənzilin alınmasını təmin edəcəyik. Dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq. Mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunacaqlar deyə nazir çıxışında bildirib.